Necə texnik faal neçə sərbəst atışdır? 1. Aha, texniki faal oyunçuya neçə sərbəst atış olaraq, belə texniki faal komandanın faal limitinə neçə faal olaraq yazılır? 1 faal. Qəşəng bir faal olaraq yazılırdı. Yaxşı, oyunçu qayda pozma limitini pozduqdan sonra, neçə dənəsini eləsə yenidən oyundan qovulur. Yəni neçə qayda pozuntusunu etdikdən sonra oyundan qovulacaq. Bir dənəsini. Oyuncu neçə qayda pozuntusunu etdikdən sonra oyundan qovulacaq, aynı zat. Mənim komandanın dedi 4-dür. Birində özünü eləsə 5-cidə çıxır da bu. Yox, komandaya nə dəxli var ki, bir oyuncu neçə dənə faal etdikdə oyundan qovulur? 5 dənə. Aha, yaxşı. Bunu oyuncu bir period ərzində eləmə şansı var. Dalbadal eləyə bilər. Dalbadal eləyə bilərdi. Yaxşı, meydançanın belə deyək də bir oyuncunun faal limiti 6-dır. 5. Qəşəng, komandanın faal limiti 4-dür. Bəli. Aha, basketbol qadınlar 1946-cı ildə Olimpiya oyunları proqramına daxil edilib. 76-cı ildə. Qadınlar 76-cı ildə, düzdürmü? Bəs yaxşı. Kişilər neçənci halda? Ay müəllim, dəstə döyülənmə. 2 dəfə 1904-də göstərilib, 36-cı il. Ay, sağ ol. Sonra gəldik nəyə? Oyunda qəbul edilən neçə texniki fənd var? 4 dənə. Aha, oyunda qəbul edilən 4 dənə texnik fənd var. Bəs oyunda qəbul edilən neçə texnika var? 2 dənə hücum müdafiə. Aha, hücumda bir də müdafiədir. Yaxşı, basketbollarda qovulan oyunçuların yerinə oyuncu girməyi mütləqdir. Bəli, mütləq. Mütləqdir. Yox. Mütləq deyil. Yəni oyun davam edə bilər. Yaxşı. Belə deyək də, ilk periodda 3 timeout götürə bilərsən. İlk periodda 3 timeout yox, 2 dənədir. Aha, belə deyək də, oyunda bir komanda 15 dəqiqə gecikdikdə 2-0 texniki məğlubiyyət alır. 2-1. 15 dəqiqə gecikdikdə. Geciksə gəlməmiş sayılır. Aha, 2-1 deyil, 2-0-dır. Gəlməmiş Ay, sayılır. 2-0 texniki məğlubiyyət alırdın. Bəs yaxşı, hər səbətdən keçirilən top maksimum neçə xalla qiymətləndirilə bilər? Maksimum 3 xal. Aha, maksimum 3 xalla qiymətləndirilə bilər. 3 xallıq zonadan atış olan zaman sizə qarşı qeyri-idman faalı olsa, top səbətdən düşsə, neçə sərbəst atış veriləcək? Düşür. Düşsə bir sərbəst. Niyə? Qeyri-idmanda axı. Qeyri-idmanda. Düşür axı. Nə olsun, qeyri-idmana verilə bilmir 1. Ya 3 verilə bilər, 2 verilə bilər. Qeyri-idmana 1 verilmir. Qeyri-idmanda, yox, qeyri-idmanda diskvalifiyadır. Bunlara 1 verilmir. Səbət atış halında olsa, top səbətə düşdüsə də 1 verilmir. Yəni 2-dir. Amma 3 verilə bilər. Mən düz istəyim. 3 dənə düşdü, 3 dənədir, düzdürmü? Aha.